Salam uşaqlar, bugün keçirilmiş 7-ci sinif lisey imtahan suallarına baxırıq. Riyaziyyat və riyazi məntiq suallarına. Gəlin bax keçmirdən keçək sualların izahına. Deməli 26-cı sualda deyir: aşağıdakı fiqurlar müəyyən ədədlər ifadə edir və bunlara əsasən verilmiş ifadəyə əsasən müqayisə eləməliyik həmin fiqurları. Deməli gəlin birinci və ikinci fiqurları, daha doğrusu tənlikləri bir götürək və bunları bir hərflə işarə eləyək. X, Y olsun, bura X, Z olsun. Da Y, Z olsun. Birinci və ikinci tənliyi toplasaq, tərəf-tərəfə olacaq 2x, üstə gəlsin Y, üstə gəlsin Z, bərabərdir 3-də 1, üstə gəlsin 5-də 1-ə. Və x plus z-in, Y plus z-in yerinə nə yaza bilərik? Baxın, 7-də 1-ə bərabərdir, onu yaza bilərik. Onda olacaq 2x, üstə gəlsin 7-də 1, bərabərdir 3-də 1, üstə gəlsin 5-də 1. Buradan x-i tapanda elə birbaşa cavab yazıram, uzatmayaq. Olacaq x 210-da 41. Buradan da biz x-in bu qiymətini gətirib yerinə yazsaq, y və z-i tapa bilərik. O zaman olacaq, elə buradan yazıram. Y bərabərdir 3-də 1 çıxılsın x, yəni x-in də qiyməti nə idi? 210-da 41. Buradan da çıxanda olacaq y bərabərdir 210-da 29-a. Deməli y-in də qiymətini tapmış olduq. Bu da x-in qiyməti, qaldı z. Z də nəyə bərabərdir? X plus z-dir də. Buradan da z-i tapsaq olacaq z də bərabərdir 5-də 1 çıxılsın x. X də nə idi? 210-da 41. Bu da bərabər olacaq. Yəni z bərabərdir. Elə çıxanda birbaşa qiymətləri yazıram. 210-da 1 qalır. Z-in də qiyməti oldu bu. Deməli, birinci böyük oldu hansı? Deməli, məxrəcləri bərabərdir. Sürəti böyük olan böyük idi. Da elə deyil. Onda olacaq birinci x böyükdür. Yəni, x-la nə işarələmişdik? Ulduzu. Olacaq x böyükdür y-dən, o da böyükdür z-dən. Yəni, bu da ulduz idi. Ulduz yəni böyükdür dairədən. Dairə də böyükdür kvadratın. Bu da hansı variantda var? Baxın, C variantı. Prosto belə tərsini çevrilmiş formada yazıblar. Keçək növbəti sualımıza, 27-ci sual. Deyir ki, x və y tam ədədlərdir, yəni mənfi qiymətlər də ola bilər. Bərabərliyin ödəyən neçə müxtəlif x, y cütlüyü var. Deməli, elə birbaşa cütlükləri yazıram. Tutaq ki, x olar 0, y də olar 0. Daha sonra hansı cütlüyü ödəyə bilər? Yəni, burada modul olduğu üçün hər iki ifadə. Yəni, hər iki ifadədə nə çıxacaq? Müsbət çıxacaq. Yəni, onu nəzərə almaq lazım. Sonra 0, 4 qiyməti uyğun gələr. Daha sonra 2, müsbət 2 cütlüyü ödəyər şərti. Daha sonra mənfi 2, 2 də ödəyər. Daha sonra 1, 3, sonra mənfi 1, müsbət 3. Burada şey düşdü, mənfi 1, müsbət 3. Daha sonra müsbət 1, elə müsbət 1 və mənfi 1, yerə müsbət 1 tənliyimizin şərtini ödəyər. Burada cəmini soruşur, yəni neçə cütlük var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Yəni doğru cavab olacaq D variantı. Keçək növbəti testimizə, buranı təmizləyək. Aha, sil. Sonra bu nə idi? Aha, deməli, növbəti testdə 28-ci sualda deyir ki, ifadəsinin vurğuları ayrı. Burada görürük ki, bu ifadəyə bir baxsaq, olacaq nə? A kvadratı çıxılsın B kvadratı. Onun da açılışı nədir? A çıxılsın B, A üstə gəlsin B-yə. Bunu tətbiq eləsək, müxtəsər vurma düsturudur. Olacaq nə? A üstə gəlsin 2, üstə gəlsin B, çıxılsın A, bu səfər çıxılsın 2 plus B. Biraz da aydın yazıram. Buradan da olacaq, vurulsun A üstə gəlsin 2, üstə gəlsin B. Buradan da toplama olduğu üçün elə işarələr olduğu kimi qalacaq. A çıxılsın 2 plus B-yə. Bu da bərabərdir. Buradan mötərizəni açsam, elə birbaşa yazım. Bu ifadə olacaq bu şəkildə. A üstə gəlsin 2, üstə gəlsin B, çıxılsın A, üstə gəlsin 2, qarşısında mənfi var axı. Çıxılsın B-yə, vurulsun. Buradan da müsbət 2-lər gedir, qalır 2A, 2B. Yəni 2 vurulsun A plus B-yə. Bu da bərabərdir. Buradan B-lər islah olur, A-lar islah olur. Qalır 2 üstə gələk 2, 4. 4 vurulsun, 2 vurulsun A üstə gələk B. Bu da eləyəcək 8 vurulsun A üstə gəlsin B şəklində. Bu da hansı variantdadır? A variantında.
Keçək növbəti testimizə. Növbəti testimizdə deyir ki, ifadəsi verilib, olarsa, daha doğrusu bərabərsizliyi verilib, x-in mümkün natural qiymətlərinin cəmini tapın. Yaxşı, mən birinci, burada sürətdə 2 olduğu üçün digər ifadələrində sürətini 2 eləyərəm. Yəni, məxrəc və sürətin hər birini 2-yə vuraram. Onda mənim ifadəm bu şəkildə olacaq. Olacaq, hər tərəfini 2-yə vursam, onda 2 kiçikdir 2x-da 2, o da kiçikdir 3-də 2. Mən hər bir bərabərsizliyin kəsirin sürətini neylədim? Bərabərləşdirdim və sürəti bərabər olan, məxrəci kiçik olan kəsir kiçik. İndi bizdə burada 2x bu iki kəsirin arasındadırsa, sürətlər eynidirsə, deməli 2x hansı aralıqda dəyişəcək? 10 ilə 3 aralığında. Yəni x-ə hansı qiymətlər verərəm ki, 10 ilə 3 aralığında dəyişsin? Məsəl üçün 1 vermək olmaz, çünki o zaman bu məxrəc nə olur? 2-yə çevrilir. Mən verərəm 2, daha sonra verərəm 3 qiymətini verərəm 6 olar. Bir də 4 qiymətini verərəm olar 8. Yəni 3 ilə 10 arasında yerləşir. Yəni x-in 1, 2, 3 qiymətində bu şərt ödənər. Aha, bizdən cəmini soruşur. Cəmini soruşur etsin. 2-nin üstünə 3 gələcəm, eləyəcək 4, 5. Üstünə də 4 gələcəm, eləyəcək 9. Yəni doğru cavab olacaq 29-da C variantı. Keçək növbəti testimizə. Belə bir ifadə verilib. Bizdən nəyi soruşur? A çıxılsın, B-ni tapın. Gəlin ilk öncə və bizə vurğulayır ki, bu ədədlər qarşılıqlı sadədir. Qarşılıqlı sadədirsə, onda mən bu kəsiri ixtisar eləyərəm 1-2-yə. Olacaq nə? Qalacaq elə burada ardından yazıram. 23 bölünsün nəyə? 7-yə. Deməli, yuxarıdakı ifadə 23-ə bərabər eləyəcəm, aşağıdakı ifadəni də 7-yə. Yazıram 2A çıxılsın B plus 3 bərabərdir 23-ə. Buradan da yazıram 3B plus 2 çıxılsın A bərabərdir 7-yə. 2 dənə buradan sistem tənlik aldım. Aşağının hər tərəfini 2-yə vuraram. Yəni burada 2A alınsın. Bu 2A ilə də toplayanda islah olunsun. Aşağının hər tərəfini 2-yə vursam olacaq 2A çıxılsın B üstə gəlsin 3 bərabərdir 23-ə. Aşağıda da olacaq 6B üstə gəlsin 4 çıxılsın 2A bərabərdir 14-ə. Və bunu da alt-alta toplasam 2A'lar islah olacaq. Mənfi B 6B bu eləyəcək 5B. Üstə gəlsin 3, 3, 7, 3, 4, 7, bərabər 23 ilə də 14 toplayanda 37. Buradan da 5B bərabər olacaq 30-a, B də bərabər oldu neçəyə? 5-ə. İndi biz B-ni tapdıq, gətirək qiymətini yerinə qoyaq, A-nı tapaq. Elə birinci tənlikdə yerinə qoysaq, olacaq 2A çıxılsın 5, üstə gəlsin 3 bərabərdir 23-ə. Buradan da olacaq 2A bərabərdir 23-dən çıxacaq. Daha doğrusu üstünə 2 gələcək, eləyəcək 25. Burada uşaqlar üzr istəyirəm. Burada B 5 yox. Burada B 6 deyil. 30-u 5-ə böləndə 6 eləyir. Buradan da 6 yazsaq B-nin yerinə. B-nin yerinə 6 yazsaq. Olacaq 2A bərabərdir 26-ya. A da bərabər neçə eləyir? 13-ə. 26-dır. Buradan da bizdən nə soruşur? Deyib A çıxılsın B. A'mız 13 idi, B'miz də 6 idi. Çıxanda neçə qalır? 7. Doğru cavab olacaq D variantı. Keçək növbəti suala deyir. Bir ədədin 4 misli digərinin 3 mislinə bərabərdir. Kiçik ədədin 20% ilə böyük ədədin 30%-nin cəmi 45 olarsa bu ədədlərin fərqinin modulunu tap. İndi biz burada nə edəcəyik? Tutaq ki, X və Y ədədləri götürək. X-in 4 misli, yəni 4 vurulsun X bərabər olmalıdır digər ədədin 3 mislinə. 3 vurulsun tutaq ki, Y. Buradan da biz götürə bilərik ki, x bölünsün y çarpaz şəkildə baxsaq, 3 bölünsün 4 və yaxud da 3k bölünsün 4k. Həmçinin nisbətlər olanda deyirəm ki, uşaqlar k ilə götürün. İndi sonra deyir ki, kiçik ədədin 20%. Burada kiçik ədəd hansı olar? Təbii ki, x olar da 3k-dır. Y-də 4k-dır. 3k kiçikdir. Deməli, x-in 20%. 20% neçədir? Yəni, ədədin hansı hissəsidir? Yəni, 5-də 1. X-in 5-də 1-i, yəni 5 X vurulsun 5-də 1. Üstünə gələcəm Y-in 30%, yəni 10-da 3-ü. 10-da 3 Y. O da bərabər neçə eləməlidir? 45-ə. Bu tənliyin də hər tərəfini 10-a vurub kəsirdən azad eləsəm, olacaq 2x üstə gəlsin 3y bərabərdir 450-yə. X neçə idi? 3k. Y neçə idi? 4k. Qiymətlərini gətirib yerinə yazsam, olacaq 2 vurulsun 3k, üstə gəlsin 3 vurulsun 4k-ya. Bərabərdir 450. Buradan da k-nı tapsaq, elə birbaşa çıxacaq 25. K 25-dirsə, x-imiz 3k idi. Olacaq 3 vur 25, 75. Y də 4k idi. Bərabər olacaq nəyə? 4 vur 25, 100. Və bizdən də bunların nəyini soruşur? Fərqini soruşur.
Fərqinin modulu fərq eləməz də. Elə böyükdən çıxaq kiçiyini, yəni 100-dən 75 çıxanda qalacaq cavab nə? 75 D variantı. Keçək növbəti sualımıza. Aha, deyir Kamal pulunun 4də 3-ü ilə 4 ayaqqabı və 5 qalstuk, qalan pulu ilə də 1 ayaqqabı və 1 qalstuk ala bilir. Buna görə 1 ayaqqabının qiyməti 1 qalstukun qiymətindən neçə dəfə çoxdur? Aha, onda tənliyimizi tərtib eləsək, tutaq ki, mənim 12 manat pulum var. Buranı təmizləyək. 12 manat pulum var və 12-nin 4də 3-ü nə qədər eləyir? 9 manat. Deməli 4 ayaqqabı və 5 qalstuka 9 manat vermiş olaram. Yazıram 4 ayaqqabı, yəni 4A üstə gəlsin 5 qalstuk bərabər neçə manat vermiş oldum? 9 manat. Sonra qalan pul. 12 manatım var isə 9-unu xərclədimsə nə qədər qaldı? 3 qaldı. Və bu 3 manata da bir dənə ayaqqabı ilə 3 dənə qalstuk almışam. Bu da elədi qiymət 3 manat. Aşağıdakı tənliyi mən vuraram hər tərəfini 3-ə. Bu eləyir 3A plus 9Q bərabərdir elə 9A. Sağ tərəflər baxın bərabər. Deməli solları da bir-birinə bərabər götürsəm tənliyi alaram. Yəni ayaqqabının qalstukdan asılıq tənliyi olacaq 4A plus 5Q bərabərdir 3A plus 9 qalstuka. Buradan da yerlərini dəyişdirib islah eləsəm 4A-dan 3A çıxsam qalacaq A. 9A-dan da 9Q-dan da 5Q çıxsam qalacaq nə? 4 qalstuk. Yəni bir ayaqqabı neçə qalstuka bərabər oldu? 4 qalstuka. Yəni neçə dəfə çox oldu? 4 dəfə çox olmuş oldu. Yəni doğru cavab olacaq C variantı. Keçək növbəti testimizə. Deyir bir sadə kəsirin sürəti məxrəcindəki ədədin 40%, məxrəci isə sürətindəki ədədin 40% əlavə etdikdə kəsirin qiyməti 3də 2 olur. Buna görə əvvəlki kəsirin sürət və məxrəcindəki ədədlərin cəmini tapın. Aha, deməli tənliyimizi quraq. Deməli, götürürəm mən A bölünsün B və deyir ki, məxrəcinin 40%-ni sürətə əlavə eləyirəm. Sürətin də 40%-ni məxrəcə əlavə eləyirəm. Onda nə olacaq? Elə birbaşa yazıram. A-nın üstünə gələcək. Məxrəcin 40% olacaq 0,4B. Sürətin 40%-ni də məxrəcə əlavə eləyirəm. Yəni 0,4A. Yəni bu da bərabər olur deyil neçəyə? 3də 2-yə. Bərabər elədim. 3də 2-yə. Buradan çarpaz vursam olacaq 3A üstə gəlinsin 1,2B. Bərabərdir 2B üstə gəlinsin 0,8A-ya. 0,8A. Buradan da islah eləsəm, B-ni bu tərəfə, A-nı digər tərəfə adlatsam, yekunda qalacaq 2,2A bərabərdir 0,8B. Bunu da biraz sadələşdirsəm, olacaq 11A bərabərdir 4B-yə. Yəni burada da A B-nin əmsalı olur, B də A-nın əmsalı olur. Və yaxud da belə yerini dəyişdirib də nisbətləri götürə bilərik. Yəni A bölünsün B bərabərdir 11 də 4-ün ayağına gedəcək. 4 bölünsün 11. Yəni mənə də elə A bölünsün B lazım idi. Qiymət neçə oldu? 11 bölünsün 4. Və məndən nə soruşur? Buna görə kəsin əvvəlki sürət və məxrəcinin cəmini soruşur. 11 ilə 4-ün də cəmini neçə eləyəcək? 15. Yəni doğru cavab olacaq nə? D variantı 33-cü testdə. Keçək növbəti testimizə. 34-cü testimiz bildiyimiz suallardandır. Deyir, olarsa ABC ədədlərin işarələrini müəyyən eləyək. Birinci, ilk öncə hardan başlamalıyam? İlk öncə mən baxıram, bax bu ikinci bərabərsizliyi. B-nin kvadratını verib da, elə deyil. B-nin kvadratını veribsə, B mənfi də olsa, müsbət də olsa, hal-hazırda qiyməti nə olacaq? Müsbət olacaq. Və onu A-ya vurub. Yekunda nə alıb? Sıfırdan kiçik, yəni mənfi alıb da, elə deyil. Deməli, onda A-nın qiyməti nə imiş? Mənfi imiş. Mənfi imiş ki, müsbətə vurmuşuq, yekunda nə alınıb? Mənfi alınıb. Onda yazıram. A bərabərdir mənfiyə. Daha sonra A mənfidirsə, gəlirəm 3-cü bərabərsizliyə baxıram. A mənfidir və bu ifadə ümumi hasili müsbətdirsə, deməli 2 mənfini bir-birinə vuranda müsbət eləyir də. Deməli C-nin də qiyməti nə imiş? Mənfi imiş. Deməli C əmin oldum ki, C də nədir? Mənfidir. Sonra gəlirəm ən sonda birinci tənliyə. A da mənfidir. Mənfinin kubu yenə mənfi eləyəcək. Vurulsun B-yə, sonra vurulsun. Bir də C də tapmışdıq nədir? Mənfidir. Və yekunda nə alınıb? Sıfırdan böyük. Yəni sıfırdan böyüksə, yəni yekunda bərabərdir, müsbət olub. 2 mənfini bir-birinə vuranda bu müsbət eləyəcək. Müsbət vurulsun B bərabər müsbət eləyibsə, deməli müsbəti nəyə vuranda müsbət eləyir? Müsbəti. Deməli B-nin də qiyməti nə imiş? Müsbət imiş. Onda B də bərabərdir, müsbət. Bu da hansı variantda var? Bizə deyir ki, uyğun. Mənfi, müsbət, mənfi. Olacaq D variantında. 34-də olacaq D variantı. Keçək 35-ci testə. 35-ci testdə belə bir şəkil verilib. Bura bərabərdir. Görmüşsünüzsə, mən də işarəliyim.
Bu iki tərəfdə bu iki tərəfə bərabər. Yəni 2 dənə bərabər yanlı üçbucaq var. İndi bura 50 dərəcədirsə, bax bu orta hissə ha, kənarlar yox. Orta 50-dirsə, onda bu iki dərəcənin bucaqların dərəcə ölçüsü nəyə bərabər olacaq? Cəmi 180-dir, elə deyil. Bu üçbucaqda bura 50 dərəcədirsə, onda aşağıdakı bucaqların cəmi 180 çıxılsın 50. Yəni bu ikisinin cəmi olacaq 130 dərəcə. Yazdım bura 130 dərəcə. Və mən də belə bir qayda bilirəm ki, üçbucağın bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni bax buradakı bu bərabər yanlı üçbucaq var ha. Bunun iki daxili bucağı, yəni bax bu bucaqla bu bucağın cəmi buradakı bucağı verəcək. Elə deyil. Və eləcə də digər bax bu üçbucaqda buradakı bucaqla buradakı bucağın cəmidir. Bu bucağı verəcək. Mən də elə bayaq tapdım da bu iki bucağın cəmi neçə dərəcə? 130 dərəcə. Elə deyil. Deməli onda bu bucaq, bu və bu bucağın 4 bucağın cəmi eləyəcək neçə dərəcə? 130 dərəcə. Və onların da bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları olduğu üçün onlar da hər biri bir-birinə bərabər olacaq. Onda mən 130-u bölərəm 2-yə. Onda bura bir x yazım, daha aydın olsun. Bura bir y yazım. Olacaq elə bil 2x üstə gəlsin 2y bərabər 130. X plus y də nəyə bərabər olacaq? 65 dərəcəyə. Deməli bura x, bura 50 dərəcə, burada y. Cəmi neçə dərəcə olacaq? Məndən BAC bucağını soruşur. Mən bilirəm ki, x üstə gəlsin 50, üstə gəlsin y bərabər x plus y neçə dərəcə? Tam çıxda 65 dərəcə. Üstünə də gələrəm 50 dərəcəni eləyəcək 115 dərəcə. Yəni doğru cavab olacaq B variantı. Keçək növbəti testimizə 36-cı test. Deyir A-nın ən böyük və ən kiçik qiymətində kiçik sadə vuruqlarının fərqinin modunu tapın. Yaxşı, onda mən belə yazaram. A yazaram bərabərdir. 2 vurulsun, daha doğrusu 2 üstü 2 vurulsun 111 üstü 2 parçalayıram da bu şəkildə yaza bilərəm. Qüvvətlər eynidirsə əmsalları bir-birinə vura bilərəm. Burada da yazaram 5 üstü 2 vurulsun 111 üstü 2 üstünə də gəlirəm nəhayət 8 vurulsun 111 daha doğrusu kvadratlarını da yazaq 111 üstü 2 və mən buradan 111 kvadratını çıxarsam mötərizə xaricinə qalacaq 2-in kvadratı 4 üstə gələk 5-in kvadratı 25 üstə gələk 8-in kvadratı 64 eləyir. Bu da bərabər yekunda olacaq 111-in kvadratı vurulsun bunları da cəmləsək eləyəcək 93 vurulsun 93 burada da olacaq 111 vurulsun 111 vurulsun 93 və bunu da yekunda parçalasam 111-i necə yaza bilərəm? 111-i yaza bilərəm 3 vurulsun 37-yə vurulsun 3 vurulsun 37 vurulsun 3 vurulsun 31 və məndən də soruşur ki ən böyük və ən kiçik sadə vuruqların hansı? Ən böyük 37-dir, ən kiçik də 3-dür. Fərqi də eləyəcək 37 çıxılsın 3 bərabərdir 34. Yəni doğru cavab olacaq B variantı. Keçək növbəti sualımıza. Belə bir sual var. Bu xətti mən bu şəkildə uzatsam. Biraz düz çəkək. Aha, bu şəkildə uzatsam. Bura 290-dırsa, bura içəri tərəf elə yazıblar. 70 dərəcədir. Bura Y bucağı 310-dursa, içəri qalacaq ümumi 360 dərəcədir. 50 dərəcə. 70-50. Bura eləyəcək cəmi neçə dərəcə? Bu üç bucağın xarici bucağıda 70 ilə 50-nin cəmini, yəni 120 dərəcə. Burada da BD-yə paralel olduğu üçün daxili bir tərəfli bucaqlar. Bura 120-dirsə aşağı olacaq. 180-dən 120 çıxanda qalır 60 dərəcə. Bura açıq bucaqdır. 180. Bu tərəfdə eləyəcək 60 dərəcə. Üstünə gələcəm 60-ı eləyəcək 240 dərəcə. Yəni X bucağı bu tam bucağı soruşur. Doğru cavab olacaq C variantı. Keçək növbəti testimizə 38-ci test. Deyir çox əllisini vuruqlara ayırın. Buradan birinci x kubunu çıxardaram qabağa. Olacaq nə? X çıxılsın 1. Çıxılsın buradan da 4x'i çıxarsam qarşıya. Olacaq 4x vurulsun x minus 1'ə. Bərabərdir yazıram. Yekunda x minus 1'i mötərizə xaricinə çıxardıram. Olacaq x minus 1. X kubu çıxılsın 4x. Və qutarmadı. Buradan da davam edirəm. Olacaq x minus 1. Buradan hər ikisində x var. X-i yenidən çıxardıram mötərizə xaricinə. Burada qalacaq içəridə x kvadrat çıxılsın 4. Bunu da a kvadrat minus b kvadratın açılış şəkildə yazsam. Olacaq, elə birbaşa x-i yazaq. X vurulsun x minus 1. X minus 2. X plus 2. Buradan da deyir vuruqlarından biri deyil. X plus 2 var. X minus 2 var.
x minus 1 var. Bir dənə qalır nə? B variantı. Keçək növbəti testimizə. Deyir 39-da deyir olarsa bərabərsi x, y hasilini tap. Uşaqlar, burada hər iki ifadə moduldadırmı? Bəli, moduldadır. Deməli bu iki ifadədən mənfi çıxa bilər? Xeyr, çıxa bilməz və bunların da cəmi mənfi eləyə bilməz. Yəni sıfırdan kiçik ola bilməz. Amma sıfıra bərabər ola bilər. Deməli o zaman mən bu tənliyin də içini sıfıra bərabər götürəcəm. Birinci gəlin bu tənliyin içini sıfıra bərabər götürək. X-i tapaq. Olacaq 2x çıxılsın 6 bərabər 0. X da bərabərdir 3. X-i tapdım 3. Gətirirəm indi ikinci tənlikdə yerinə yazıram. Bax bu qiymət. Olacaq 3 çıxılsın 2y çıxılsın 13 bərabərdir 0-a. Buradan da olacaq mənfi 2y bərabərdir. Neçə eləyir? Müsbət 10. Müsbət 10 eləyir. Y çıxır mənfi 5. X oldu müsbət 3, Y oldu mənfi 5. Və bizdən də x, y hasilini soruşur. 3 vurulsun mənfi 5-ə, o da eləyəcək mənfi 15. Yəni doğru cavab olacaq A variantı. Keçək 40-cı sualda bizdən nə soruşur? Buranı təmizləyək. Deyir, ifadəsini sadələşdirin. Mən uşaqlara demişəm, həmişə belə bir ifadə görəndə, mötərizədə kəsir və ayrıcədət görəndə mütləq ortaq məxrəc eləyin. Mütləq şəkildə. Buradan da ortaq məxrəc eləyəndə olacaq A minus 2-də A vurulsun A minus 2, yəni olacaq A kvadrat çıxılsın 2A, çıxılsın 3. Vurulsun, elə birbaşa tərsini yazıram. A minus 2 böləndə tərsinə çevrilir də bu. Bölünsün A plus 1-ə. Buradan A minus 2 islah olur, ixtisar olur daha doğrusu. Buradan da bu tənliyimi, daha doğrusu çox ədilimi biraz vuruqlar şəklində yazsam, olacaq A minus plus, daha doğrusu üzr istəyirəm, plus 1 A çıxılsın 3. Buradan da olacaq A plus 1 məxrəcdə idi, islah olacaq və sonda qalacaq nə? A çıxılsın 3. Yəni doğru cavab olacaq nə? B variantı 40-cı sualda. Keçək növbəti sualımıza deyir, ədədin natural bölənlərin sayının bu ədədin sadə bölənlərin sayına olan nisbətini tapın. Uşaqlar, natural bölənlərin sayının qısa və net düsturu var. Və bunu mən neçə dəfə demişəm uşaqlara. Birinci, ilk öncə A-nı hansı şəkildə yazmaq lazım? Biz bunu bilməliyik. A-nı yazıram. 3 vurulsun. Altını olduğu kimi saxlamayın. Parçalayın. Çünki 6 sadə deyil. Altını yazıram. 2 üstü 2 vurulsun. 3 üstü 2 kimi yaza bilərəm. Və bunu da yekunda yaza bilərəm. 2 dənə 3'üm var. Üstlər toplanacaq. Olacaq 3 üstü 5 vurulsun 2 üstü 2. Artıq mən indi hesablama apara bilərəm. Yəni A ədədi buna bərabərdir. Aydındır? İndi bunun üstündə hesablama aparsam, natural bölənlərin düsturunu bilirəm. Buradan qıraqdan yazıram. Baxın yuxarıdan. N plus 1 vurulsun T plus 1 və s. bu şəkildə gedə bilər. İndi mən nə edəcəm? Olacaq, bu da qüvvətləri daha buradakı hərflər. Qüvvətlərini götürürəm. 5 üstə gəlsin 1 vurulsun 2 üstə gəlsin 1-ə. Bu da bərabərdir. 6 vurulsun 2 eləyəcək neçə? 12. Deməli, natural bölənlərin sayı nə qədərdir? 12-dir. Və sadə bölənlərinin sayını soruşur. Sadə bölənlərin sayını da necə tapırdıq? Burada neçə müxtəlif vuruq var idisə 10 götürdük. Yəni 2 ilə 3. Bizə də nisbətini soruşur. Bir dəqiqə, uşaqlar, burada 2 plus 1, 3 eləyir. Mən bura 2 yazmışam. 6 vurulsun 2, 18 eləyəcək. Bizdən də nisbətini soruşur. 2 dənə sadə böləni var, 18 dənə də natural böləni var. 18 bölünsün 2-yə bərabər düşəcək 9. Yəni doğru cavab 41-də olacaq C variantı. Keçək növbəti testimizə. Aşağıdakılardan hansı bir hədlin kvadratı şəklində göstərmək olar? Birincisi, bu qüvvətlər kvadratı şəklində göstərirəmsə, qüvvətlər mütləq cüt dərəcə olmalı. Çünki qüvvəti mən kvadrat şəklində göstərirəm. Yəni onu 2-yə vuracam. Ona görə bu cüt dərəcədən olmalıdır ki, mən onu 2-nin vuruğu hasil şəklində göstərə bilim. Yəni mən x kubunu, x üstü 3-ü, yəni neçəni 2-yə vursam, kvadrata yüksəltsəm, üstü 3 eləyir. Elə bir ədəd yoxdur. Ona görə cüt olmalıdır, tək yox. Deməli, A variantı olmaz. C variantı olmaz. Çünki y üstü 9'dur. Tək ədəddir. Sonra B variantı. B variantı elə burada mənfi var da. Bu heç olmaz. Bir dənə qaldı D variantı. D variantını necə yaza bilərəm? Yaza bilərəm 2'də 1. X üstü 5. Y üstü 3. Bunun da kvadrat. Qutardı getdi. Açılışı yenidən nə olacaq? 4'də 1. Qüvvətin qüvvəti hasili olur. Olacaq x üstü 10.
y3 vurulsun 2, y üstü 6. Gördünüz? Özünə bərabər oldu. Yəni burada da doğru cavab oldu. D variantı. Keçək 43-cü suala. 43-cü sualda deyir, yenə ifadəni sadələşdirin. Nə etməliyəm? Burada bölmə var. Elə birbaşa tərsini yazacağam burada. Yazıram. M üstə gəlsin 2 bölünsün. M üstə gəlsin 3 vurulsun, elə birbaşa yazıram. Burada 9 minus m kvadrat sürətə keçir və onu da açılışın birbaşa yazıram ki 3 minus m 3 üstə gəlinsin m şəklində. Buradan da elə 5-i çıxardıram mötərizə xaricinə, qalacaq m plus 2. Çıxılsın 5-də 2 minus m. Buradan m plus 2-lər ixtisar olur. M plus 3-lər ixtisar olur. Yerdə qalır nə? 5-də 3 minus m çıxılsın 5-də 2 minus m. Bu da bərabərdir. Məxrəclər eynidir. Yazıram 5-də 3 çıxılsın m çıxılsın 2 üstə gəl m olacaq. Burada çünki mənfi var axı qarşısında. Bu da bərabərdir. M-lər islah olacaq. 3-dən də 2 çıxanda nə qalır? 1, aşağıda qalmışdı 5. Yəni doğru cavab olacaq burada da nə? D variantı. Keçək növbəti sualımıza. Bu neçə 43-cü sual idi da. Aha, keçək növbəti 44-cü sualımız. Deyir 0,4 4-də 8 hissəsi 1,4-də 2 olan ədədi tapın. Yaxşı, birinci bunları çevirək. Bu eləyəcək neçə? 90-da 44. Bu da eləyir neçə? Yəni burada heç çevirməyə ehtiyac yoxdur əslində. 1,4-də 2-də çevirsək olacaq nə? 1,9-da 2. Onu da düzgün olmayan kəsir kimi yazsaq eləyəcək 9-da 11. Yəni deyir hissəsi olan ədəd. Yəni hansı ədədin 11. Hansı ədədin 90-da 44 hissəsi 9-da 11 eləyir? Bilmirəm. Bir x ədədini. Yəni x vurulsun 90-da 44 bərabər eləməlidir nəyə? 9-da 11-ə. Buradan da x-i tapsam, çarpaz vursam, daha doğrusu və yaxud da bölsəm fərq eləməz. Olacaq 9-da 11 vurulsun 44-də 90-a. Buradan da islah aparsam, burada qalacaq 4, burada qalacaq 10. Onu da 4-ə bölündüyünə düşür 2,5. Yəni doğru cavab 44-də olacaq. A variantı. Keçək növbəti sualımıza 45. Deyir, x-in neçə natural qiymətində düzgün kəsirin sonlu onluq kəsir şəklində göstərmək olar. Mən nə etməliyəm? Mənim qayda budur ki, kəsirin məxrəcində 2 və 5-dən başqa digər vurğular varsa, həmin kəsir düzgün üzr istəyirəm, həmin kəsir sonsuz onluq kəsirdir. Yəni yalnız ya 2, ya 5, ya da 2 və 5-dən ibarət olmalıdır məxrəc. Bu vuruqlardan ibarət olmalıdır. Başqa vuruqlar olsa, o kəsiri sonlu onluq kəsir şəklində göstərmək olmaz uşaqlar. Burada da mən görürəm 15-i parçalasam, görürəm ki x bölünsün 3 vur 5 kimi yaza bilərəm. Yəni bu vuruqların içərisində nə var? 3 var. Deməli mən bunu sonlu onluq kəsir şəklində göstərmək üçün bu 3-ü buradan ixtisar eləməliyəm, itirməliyəm. Onda mən x-in yerinə nə yaza bilərəm? 3-ün bölənlərini yazmalıyam. Yəni vuruqlarından biri 3 olan bir ədəd yazmalıyam ki 3 ilə ixtisar getsin və bunu sonlu onluq kəsir şəklində göstərə bilim. Yəni necə? X-in yerinə yaza bilərəm, tutaq ki, məsəl üçün 3. Bu eləyəcək 3-də 15, ixtisar gedəcək, qalacaq nə? 5-də 1. Artıq məxrəc tək nədən ibarətdir? 5-dən ibarətdir. Mən bunu sonlu onluq kəsir şəklində göstərə bilərəmmi? Bilərəm. Yəni 0,2 eləyir, hətta bilirəm. Deməli, sonra nə yaza bilərəm? Və düzgün olan kəsirdir deyə mən maksimum 15-ə kimi vuruqlarından biri 3 olan ədədləri seçməliyəm. Yəni 15-dən böyük artıq seçə bilmərəm. Biri nağdır, 3-ün özüdür. 4 olmaz, 5 olmaz. 6-ın içində də 3 var. Sonra 7 olmaz, 8 olmaz. Sonra 9-un içərisində də 3 var. Sonra 10 olmaz, 11 olmaz və 12-nin də içərisində 3-ün vuruğu var. Deməli, mən hansı ədədləri göstərə bilərəm? 3, 6, 9, 12. Bizdən də nə soruşur? Neçə natural ədəd? Neçə natural ədəd? 1, 2, 3, 4. 4 dənə. Yəni doğru cavab 45-də olacaq B variantı. Keçək 46-cı suala. Həndəsiyə aiddir. Deyir ki, ABCD düzbucaqlı bir parça düzbucağa bölünmüşdür. Bəzi sahələri, bu sahələrdir. İçəridə verilən rəqəmlər rəngli hissənin sahəsini soruşur. Uşaqlar, elə başlayaq bax buradan. Bunun sahəsi, balaca kvadratın sahəsi 1-dirsə, bunun hökmən tərəfləri nə olmalıdır? 1-in 1-ə. Bura 1-dirsə, burada 1 olur.
yuxarı 1-dirsə aşağıda 1 olur. Bura 3-dürsə, deməli eni 1-dirsə bura olacaq nə 3, bura da olacaq 3. Bu içəri tərəflərdə olacaq 3. Bura 18-dirsə, bir tərəfi 3-dürsə, digər tərəf avtomatik nə olacaq? 6 olacaq. Bura da 6-dır, bura da 6-dır. Hətta bax bu içəri tərəf də 6-dır. 6-nı neçəyə vursam 30 eləyər? 5-ə vursam. Deməli bu hissədə nədir? 5-dir. Sonra gəlirəm, bura 1-dir. Burada 13'dür. Bunun sayəsi 1'i neçəyə vursam 13 eləyir. Elə 13'ün özünə. Deməli burada neçədir? 13 imiş. Daha sonra indi gəlirəm rəngli hissələrə. Bu rəngli hissə nə olacaq? Eni 1'dir, uzunu 6. Olacaq elə bunun sayəsi nə? 6. Aldım halqıya. Sonra bura 5'dir. Burada 3'dür. Görürük də cəmi neçə eləyir bax bu uzunluq? Cəmi eləyir 8. 8'i vuracam neçəyə? 8'i vurmalıyam. 8'i vurmalıyam 13'ə. Çünki bu tərəf neçədir? 13'də. 13. Burada ümumi uzunluq 8. 8 də 13'ə vuranda eləyəcək neçə? 104. Deməli, bax bu ümumi yer neçədir? 104. Belə aydın yazaq. Burada oldu 104. İndi məndə hansı hissə qaldı? Baxın bu hissə qaldı. Bu hissənin də eni 1'dir, uzunluğu da nə idi? 5. Baxın bura 5 idi. Burada 5. 5 ilə 1'ə vuranda eləyəcək nə? 5. Yəni buranın sayısı da oldu 5. 6, 104, 5. Cəm neçə eləyəcək? 115 olacaq. Doğru cavab 46'da C variantı. Yoruldum. Keçək 47-ci suala. Amma yorulmaq yoxdur. Yazmaq lazımdır, işləmək lazımdır. Uşaqlar çox işləmək lazımdır. Aşağıdakı şəkil hər birinin perimetri 60 cm olan kiçik kvadratlardan əmələ gəlmiş. Və bizdən yekunda soruşur ki, fiqurun perimetrini tap. Yaxşı, deməli bu hər bir kvadratın perimetri 60'dırsa, onda kvadratın bütün tərəflər bərabərdir. Biz bunu bilirik. 60'ı bölərəm 4'ə. Görüm kvadratın bir tərəfinin neçə santimetrdir. 60'ı 4'ə bölündə bilirəm ki, düşür neçə? 15. Deməli kvadratın bir tərəfi neçədir? 15. Bax bunların hamısı 15'dir. Və neçə bütün tərəf var? Niyə bütün tərəf deyirəm? Çünki baxın, bax burada kvadratın tam tərəfi düşmüyor bax. Burada, sonra bu tərəfdə, sonra burayla burada. Bunlar elə bir kvadratın yarıya kimi tərəfi düşüb. Deməli bir yarısı buradadır, bir yarısı buradadır. Bunu bütün bir tərəf kimi götürə bilərəm. Yaxşı, onda gəlin biz kvadratın bütün tərəflərinin sayını tapaq. Olacaq neçə? Dəqiqə buranı silim. Olacaq neçə? Bir tərəf 2, 3, 4, 5. Burayla buranı da 1 götürürəm. 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Oldu 20 dənə bütün tərəfim. Və bir tərəfdə 15 idi. 20 vuracam 15'ə eləyəcək neçə? 300 santimetr. Yəni 47-ci testin doğru cavabı da olacaq C variantı 300 santimetr. Uşaqlar, bura kimi izah elədim. Çox yorucu olmasın. Digər testlər də isə günün digər vaxtlarda həllini izah eləyib atacağam. Sağ olun, gedin testləri yoxlayın, görək necə düzünüz var, yorumlarda qeyd eləyə bilərsiniz.